Salam herkese. Neçə vaxtdır video çəkmirəm, dedim bir video çəkeyim. Qardaşlar, bunlar cələrimiz bizim. Kanal quyruq bağlayıblar. Ən balaca partiya yox. Ondan biraz böyüdü bu. Şokolad tohumumuzdan düşən cələrdir. 4 xoruz bir fərədir burada. Görürsün. Bunlar ayrıdır. Bunlar ən balacalarımızdır. Həm o şokoladlar bu toyuğun balalarıdır. Sadəcə o toyuğun öz yumurtadan başqa toyuq altına qoymuşam. Bu altındakiler isə başqa toyuğun balalarıdır. O rənglərini gördünüz. Birinci göstərdiyim cələr bunun rəngidir. Bunlar da belka toyuğumuzun balalarıdır. Yumurtasını bu toyuğun altına qoymuşdum. 4 dənə qalıb bunlar. Burada da 2 xoruz, 3 xoruz deyəsən bir fərədir. Sonra bunlar da en büyük parçalarımızdır. Burada 2 tane toyuğun balası var. Bir devrim, bir belka. Bunlar xoruzlar da ayırmışam. Burada 5 tane xoruz var. Biri bir toyuqdandır, qalanlar 4'ü bir toyuqdan. Sonra həmin onları da dalaşıblar deyə ayırmışam bura. Burada da 3 dənəsi var. Bunların da ikisi bir toyuqdandır, biri bir toyuqdan. Bu 2 tane bir toyuğun balasıdır. Bu bir tane bir toyuğun. 3 tane burada xoruzdur. Maşallah. Bunlar oktyabr cücelərdir, oktyabrın ortaları. Bunlar da ki həmin cücələrin oktyabrların fərələridir. Bir dənə xoruz var bunlar içində, qalanlar hamısı fərədir. Görürsünüz. Fərələ ayırmışam. Cəm bir dənə xoruz var, o da deyil budur. Qalanlar hamısı deməli deyəsən fərədir, yəni səhv eləmirəmsə əgər. Yəni içindən sürpriz xoruz çıxması fərədi çoxdur. Böyük xoruzumuz yoxdur, böyük xoruzlarımız hamısı satılıb. İndi bir dənə 6 aylıq var, onu göstərəcəm sizə. Asadək xoruzumuz bax budur. 6 aylıqdır. Oy. Ayağımın düşmesin, elimden düşmesin. Yani dostlar. Şimdi bugünlük bu kadar. İnşallah yeni videolar çekeceğim. Siz kanalı beğenip abone olun. Özünüzden müqayət olun. Sağ olun, salamat qalın.